Tech Pro kanalına hoş gelmişsiniz. Bu videoda Motorola Edge 70 adlı telefonu inceleyirik ve sizden bu video keçməmişdən əvvəl bir xahişim var. O da odur ki, bu videoya like atarak kanala abone olmağı unutmayın. Bu videoda indi birazdan mənfi müsbət cəhətlərini və almağa dəyərmi ona baxacağıq və dizaynla başlayaq. Dostlar, dizaynımıza görəndə görmüş olduğunuz kimi buradakı kameralarımız olursa gözəl düzülüşə malikdir. Həm də çox simetrik düzülüşə malik olduğunu deyə bilərəm. Motorola logosu tam ortada yerləşdirilmişdir və biraz dəri fasonu bir görünüşə sahib eləyiblər telefonu. Metal çərçivəni buradan görmək olur, çünki bu telefon əməlli bir qiyməti var. 1100 manatdan da çox deyəsən. Ön tərəfinin görmüş olduğunuz kimi çərçivəsi olduqca incədir və yuxarıda bir dənə, aşağıda da bir dənə necə deyək, dinamikimiz mövcuddur. Deyəsən yuxarıda, hələ bu aşağıda deyəsən 2 dənədir, baxın. Bu 2 dənə dinamikimiz mövcuddur və bu dinamik Dolby Atmos-u dəstəkləyir. AMOLED ekranı burada görmək mümkündür və belə bir rənglərimiz mövcuddur. Mən bəyəndiyim yaşıl rəngi oldu, nəinki bu rənglər. Və dostlar, 5G-ni dəstəkləyirik. Təbii ki, prosesorumuz yaxşıdır və bu telefon oktyabr ayının 2025-ci ilin oktyabr ayında istehsal olunub satışa çıxıb və 160 qramlıq bir telefondur. Həqiqətən çox yüngül bir telefondur. Bu telefonun müsbət cəhətlərindən biridir. IP68-69 yüksək təzyiqli su və su altı dayanıqlığı mövcuddur telefonun. Bu da önəmli bir faktordur. Və bu telefon dostlar P-OLED 1 milyard rəng və 120 Hz-lik HDR10+ 4500 maksimum nit parlaqlığa çıxan bir ekrana malikdir və bu ekran Full HD Plus-dan da biraz yüksəkdir. Corning Gorilla Glass 7i şüşə ilə qorunur dostlar və prosesorumuz Snapdragon 7 Gen 4 4 nanometrik prosesordur. Adreno 722 ekran kartı mövcuddur. Daxili yaddaşı artırmaq mümkün deyil, lakin burada kifayət qədər daxili yaddaşımız mövcuddur. UFC 3.1 standartı var mövcuddur. Bu da yüksək sürət deməkdir. Və 50 megapiksel əsas, 50 megapiksel ultra geniş kameramız mövcuddur. Telefoto kameramız yoxdur görmüş olduğunuz üzrə. 4K 60 FPS, 1080p 240 FPS. Selfie kamerası isə 50 megapiksel 1080p 60 FPS video çəkir. HDR dəstəkləyir və cüt dinamika maliki. Dolby Atmos dəstəyimiz də mövcuddur. NFC dəstəkləyirik və Bluetooth 2.0 OTG-ni dəstəkləyirik. Type-C təbii ki də. Dostlar, ekran altında barmaq izi sensoru var və bu optik adi bir sensordur. Və bu dostlar, yəni görmüş olduğunuz kimi 4800 mAh batareya malikdir və 68 W'lıq zaryadka dəstəkləyir. 15 W'da simsiz zaryadkanı dəstəkləyir və Antutu xalımız 1.402.932-dir və gündəlik və daha orta oyunlarda yaxşı oynaya bilərsiniz bunu telefonda və throttling-imizə baxanda 15 dəqiqəlik test sonrasında telefonun çox da performans itirmədiyini görürük və telefonun müsbət cəhətləri nədir? Çox nazik olmasıdır dostlar. Super AMOLED 120 Hz ekranı olmasıdır. Snapdragon 7 Gen 4 olmasıdır. Bu da gündəlik işlərdə və yüksək oyunlarda da normaldır və enerji səmərliliyi də yaxşıdır. 50 megapiksellik kamera sistemi əsas optik stabilizasiyalı da yaxşıdır. Yəni bu da onun müsbət cəhətidir. 68 Watt sürətli zaryadka və 15 Watt simsiz zaryadka dəstəyinin olması çox yaxşıdır. IP68-69 sertifikatlarının olması çox yaxşıdır və 4 il dostlar telefona sistem yenilənməsi gələsidir. Və mənfi cəhətləri, telefoto kamerası yoxdur, yalnız rəqəmsal zoom var. 7 Gen 4 flaqman səviyyəsində deyil, ağır oyunlarda donacaqdır, o da var. USB 2.0 köhnə portdur dostlar və 3.5 qulaqçıq girişi yoxdur. Bəzi bölgələrdə Motorola proqram təminatından öncə quraşdırılmışdan əvvəl tətbiqlər və reklam xarakterli funksiyalar tənqid olunur. Bu da yəni problemdir. Ümumi qiymətləndirməyə gələcək olaraq, ümumi qiymətləndirmədə uyğun olaraq Motorola 70 balanslı telefondur, lakin incə dizaynı, yüksək keyfiyyətli ekran, yaxşı kameralar və sürətli şarj və ən yüksək oyun performansıdırsa, Snapdragon 8 seriyalı alternativlər sizə yaxşı olasıdır. Yəni bu telefon elə də yəni çox yüksək oyun oynamaq üçün deyil, sadəcə yəni normal performans verəsidir. Heç nə dostlar, videodan bu qədər. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın. Videoya like ataraq da kanala abunə olmağı unutmayın. Özünüzə yaxşı baxın.